Xalqı bağrına basan prezidentin bu dəfə qonaqları gənclər idi. Dövlət başçısı müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatları nümayəndələrini qəbul edib və onların problemləri ilə maraqlanıb. Gəncləri dinləyən dövlət başçısı görüşdə səslənən təkliflərin hamısının dövlət proqramının hazırlanmasında nəzərə alınacağını deyib. 2 həftə bundan əvvəl Azərbaycan gəncliyi dövlət proqramı haqqında mənim tərəfimdən sərəncam imzalanmışdır. Proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır və işçi qrupu fəal işləməlidir ki, konkret proqramı biz qəbul edək. Prezident İlham Əliyev gənclərlə görüşdü. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dövlət başçısı bildirdi ki, yüzəşli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir. Gənclərin peşə hazırlığı ilə bağlı məsələlərə toxunan Prezident İlham Əliyev bunun daha çox aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu dedi. 100 minlərlə yeni iş yerləri açılmışdır, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var. Bu problem bizi narahat edir və biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq. Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görməyin zərurliyini vurğulayan dövlət başçısı, orta və ali təhsillə bağlı məsələlərin həlli istiqamətində ölkəmizdə irəliyə doğru addımlar atıldığını qeyd edərək, bu sahədə görüləsi işlərin hələ də çox olduğunu dedi. Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün konkret əlavə addımlar atılmalıdır və hesab edirəm ki, proqramda da bu məsələlər öz həllini tapmalıdır. Baxmayaraq ki, bu təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk növbədə gənclərə bağlıdır. Və xaricdə gənclərimizin təhsilinin alınması üçün əlavə tədbirlər görüləcək. Dövlət başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxundu. İdmançıların fəaliyyəti üçün bütün tədbirlər görülür və biz burada 2 məqsədi güdürük. İlk növbədə idmanın kütləviliyini təmin etməliyik. Bu birinci məsələdir. İkinci məsələ əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün peşəkar idmançıları da biz hazırlamalıyıq. Prezident İlham Əliyev hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını qeyd etdi. Hərbi hazırlıqla bağlı mütləq proqramda xüsusi yer ayrılmalıdır. Bu bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər hərbi potensialımız o cümlədən diplomatik danışıqlara da müsbət təsir göstərir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev proqramla bağlı gənclərin fikir və təkliflərini dinlədi. Gəncləri dinləyən dövlət başçısı görüşdə səslənən təkliflərin hamısının dövlət proqramının hazırlanmasında nəzərə alınacağını dedi. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, cəmiyyətin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməlidir. Dövlət başçısı bildirdi ki, münaqişə yalnız beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Görüşdən sonra xatirə şəkili çəkdirildi. Prezident İlham Əliyev gənclərin problemlərini elə gənclərlə birlikdə bölüşdü. Azərbaycan gəncləri ilə bir masa arxasında əyləşən ölkə prezidenti sözü gənclərə verdi. Prezident qarşısında problemlərini dilə gətirən gənclər səmimi görüşün təəssüratlarını elə Xəzər xəbərlə bölüşüb. Prezident İlham Əliyev Azərbaycan gəncləri ilə bir masa arxasına keçərək onlarla səmimi söhbət etdi. Ölkə başçısı ilə görüşün təəssüratlarını gənclər Xəzər xəbərlə bölüşdü. Texniki peşə məktəblərini təkmilləşdirək və onları yeni avadanlıqlarla, yeni ləvazimatlarla təyin edək və bu təhsili xüsusi önəm verək. Mən səmimi etiraf etsəm, Cənab Prezident öz nitqində məndən daha öncə bu məqamı vurğulamışdı. Prezident bir sıra məsələlərdə gənclərlə həmfikir oldu. Tibb Universiteti tələbəsi olaraq tibb tələbələrini və ətrafımda olan gəncləri düşünə bilirəm və onların problemini vurğulaya bilirəmsə, Cənab Prezident ölkədə olan bütün gənclər qrupunun problemlərini öz problemi olaraq qəbul edir və ayrı-ayrılıqda bunların hər biri üçün
öz məqsədlərini və tapşırıqlarını vurğuladı. Gəncləri elmi tərəqqiyə həvəsləndirən qərarlar da alındı. İdmançı gənclərə, mədəniyyətlə məşğul olan gənclərə maraq böyüdü, amma gənc alimlərə, mühəndislərə, gənc tibb işçilərinə bəzən o qədər də dəstək olmur. Amma cənab prezident qeyd etdi ki, bu sahədə olan uyğunsuzluq və bir növ belə deyək də ki, o fərq aradan götürülməlidir. Bu tipli görüşlər daimi xarakter alacaq. Bu görüşlər artıq daimi xarakter almalıdır və hər dəfə görüşdə yeni məqamlar qaldırılmalıdır, gəncləri düşündürən və yəqin ki, bu dəfə qaldırılmış bir çox məsələlər artıq gələn görüşə qədər öz həllini tapmış olacaqdır. Ən önəmli məsələlərdən biri də Bakıda Gənclər Mərkəzinin tikilməsidir. Beynəlxalq Gənclər Mərkəzi, məsəl üçün Strasburqu mən misal verdim. Strasburqda olan International Youth Center, yəni Beynəlxalq Gənclər Mərkəzinin Azərbaycanda, yəni Bakıda qurulması, bu bizə nəyə verəcəkdir? Bu bizə o imkanları verəcək ki, bu günlərim Bakıda fəaliyyət göstərən onlarla aktiv gənclər təşkilatı üçün hər zaman rahat bir şəkildə konferanslarını keçirə biləcəklər. Prezident gəncləri dinləyərək onları daha da həvəsləndirdi. Prezident daha çox imkan vermək istədi ki, gənclər öz fikirlərini bildirsinlər. Ona görə prezident daha çox dinlədi və daha çox qeyd etdi və bu əlbəttə ki, bizdə daha da özgüvən və özümüzə inamı bir özü ilə bərabər gətirdi. Görüşün ab-havası elə idi ki, orada iştirak edənlər baxmayaraq ki, prezidentlə iştirak edirdilər, çox rahat idilər. Demək olar ki, heç bir həyəcan yox idi.